Yuxu nədir? O şey ki, yanındakı səsi nə eşitmirsən, nə də fəhm etmirsən. Səndə olan bütün hisslər ölür. Ancaq əgər səsi eşidirsən, ancaq fəhm etmirsənsə, bu mürgüləmək, ayaqda yatmaq, ağırlıq çökmək sayılır. Və bəzi hisslər qalır. Bu nədir? Dərin yuxu dəstəmazı pozur. Çünki o iyin çıxması şübhəsini yaradır. Ona səbəb olur. Yuxu hədəsin yaranmasına səbəb olur. Dərin yuxudursa, dəstəmazı pozur. Qalə Əbul-Xattab və qeyruhu, Əbul-Xattab və başqaları deyir ki, وَلَوْ تَلَجَّمَ وَلَمْ يَخْرُجُ مِنْهُ شَيْءٌ إِلْحَاقًا بِالْغَالِبِ. Hətta belə yuxulu olduğun zaman, yatdığın zaman heç bir şey çıxmasa belə, qaliblə, üstün rəylə, qalibə nə eləyirik? Dəstəmaz alınır. Sonra Musannif rahimehullah buyurur ki, İllə yasirun nevmi. Yüngül yuxu istisna. Yüngül yuxu dəstəmazı pozmur. Bəs hansı yüngül yuxu sayılır? Nə halda yatanda yüngül yuxu olur? Bu uzun ixtilaf edib bu haqda alimlər. Ancaq həmbəllər Musannifin də dediyi kimi oturaraq və ayaq üstə yatmağı yüngül yuxu sayırlar. Necə ki Musannif deyir ki, İllə yasirun nevmin mən qaidin. Ayaq üstə yatan kəsin yuxusu. Bu dəstəmazı pozmur. Dəlil nədir? Hədisi Ənəs radiyallahu teala anhu. Kənə əshabu Rasulullah sallallahu aleyhi və səlləm yəntəzirunəl-işşai əxirətə həttə təxəffəfə rüusəhum thumma yusallunə və la yətəvəddəun. Ənəs radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin sahabələri işanın axıra qədər gözləyirdilər. İşanın axırına qədər məsciddə gözləyirdilər. Hətta başları önünə düşürdü, belə mürgülürdülər. Sonra dəstəmaz almadan namaz qılırdılar. Yəni məsciddə oturaraq mürgülürdülər. Hədisi Əbu Davud rəvayət edib, İmam Daraqutni hədisi səhihləşdirib. Və qad vərədə ənə Nəbiyyə sallallahu aleyhi və səlləm nəmə həttə nəfəxə fəqamə fəsallə və ləm yətəvəddə. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm buyurulur ki, Allah Resulü sallallahu aleyhi və səlləm yatdı, hətta xoruldadı. Sonra qalxdı, namaz qıldı, dəstəmaz almadı. Ancaq dediyim kimi, yüngül yuxu haqqında məzhəb alimləri müxtəlif görüşlər iləri sürüblər. Məsələn, Əbu Hənifəyə görə adam namazda, qiyamda, səcdədə, təşəhhüddə, rükuda yatarsa dəstəmazı pozulmaz. Namazın içərisində yatan adamın dəstəmazı pozulmaz Əbu Hənifəyə görə. Yalnız uzanıb rahat yatarsa pozular. Şafilərə görə yalnız oturaq halda yatarsa pozulmaz. Digər hallarda pozular. Yəni, hər biri bir hədisi əsas alaraq və ya eyni hədisin üzərində istinbat edərək hökm veriblər. Ancaq Şeyx Həzm Hafizahullah buyurur ki, biz deyirik ki, yuxu iki hal üzərədir. Birinci, idrakı tamamilə kəsir. Bütün hisslər ölür. Ətrafında baş verənləri nə eşitmirsən, nə görmürsən, nə də hiss etmirsən. Bu halda dəstəmaz pozulur. İkinci, yuxu isə idrakdan hisslərdən bəzisi qalır. Səndən çıxan şeyi, ətrafında baş verəni qismən anlayırsan. Bu halda dəstəmaz pozulmur. Yəni, istəyirsən uzanıb yat, istəyirsən ayaq üstə yat, istəyirsən oturaraq yat. Bütün hisslərin ölübsə, doğru görüş Həzm edir ki, doğru olan budur ki, bütün hisslərin ölübsə, heç nə bilmirsənsə, dəstəmazın pozulur. Yox, əgər hiss eləyirsən, məsələn, işdən gələndə yolda yatırıq maşında. Yatırıq, amma ətrafımızdakı danışıqları hiss eləyirik. Bu halda nədir? Dəstəmaz pozulmur. Necə ki, İbn-i Teymiyyə rahimahullahın da tərcihi budur.